Əziz bilgələr, bu dəfə izah dərsimizdə sizə 19-cu əsrdə Çin və Yaponiya dərslərini izah edirik. Birinci növbədə Çindən danışıram, xəritəmizdə də Çini göstəririk. Çin Asiya ərazisində qarını daydaylara oxşuyur. Bu ərazi çıxıntı Çin ərazisinə oxşuyur. Və Çin indi həqiqətən də Avropada, ümumiyyətlə dünyada qarını dayday işini həyata keçirir. Çox dövlətin arxasında durur indiki. Afrikanın, o gün maraqlı bir dənə məlumatla qarşılaşmışam. Afrikanın demək olar 80% limanlarını Çin alıb. Artıq Çin Afrikan limanları indi də keçibdi Cənubi Amerikan limanlarını almağa. Əziz bilgələr, davam edirik dediyimiz kimi Çin dərsindən. Çin dərsində ümumiyyətlə 19-cu əsrdən söhbət edirik. Burada bu dövrdə Çində Manzur Tsin sülaləsi hakimiyyətdə idi. 1644-dən 1912-ci ilə qədər hakimiyyətdə olmuşdular. Bu Manzur sülaləsi 19-cu əsrdə təbii ki, yəni Çini idarə edirdilər. Çinin yerli sülaləsi deyil bunlar. Şimaldan gəlib Çin ərazisinə Çini idarə edirdilər. Bəzən bu Manzur sülaləsinin türklərlə qohum olduğunu da göstərirlər də. Yəni bu təsdiqlənmiş bir şeydir, versiyadan danışıram. 19-cu əsrin əvvəllərində İngiltərə, bayaq dedim ki, Hindistanı və Çinin müstəmləkəsinə çevirmək üçün mübarizə aparırdı. Və bu dövrdə İngiltərənin Austin şirkəti əsas qazancını tiryək satışından, narkotik satışından götürürdü. Və hətta 19-un əvvəllərində Çin imperatoru da bunlarla müttəfiqlik edirdilər. Çünki Çin imperatorunun özü də buradan maliyyə götürürdü, yəni qazanc götürürdü. Amma sonra ölkədəki, belə deyim ki, ziyalılar etiraz edirlər Çin imperatoruna qarşı ki, abırı nəyən olsun da, nə qədər ölkədən İrandan ölkə keçirtmək olar. Bəsdir, yığışdırın bunu. Çin imperatoru deyir ki, yaxşı, buna sən al, əlimi ayağımı yeyib eləyərlər bir dənə. Ona görə etirazları nəzərə alaraq 1800-cü ildə ölkə tiryək gətirilməsini qadağan edir. İngilislər əslində bundan da böyük bir zərbə alırlar, amma İngilislər yeni bir üsul tapırlar. Deyək, gələk Çində yetişdirək də. Yox, sən ölkədən qoymursansa, xaricdən gətirmək, gəlin mən də Çində yetişdirim. Amma qaçaqmalçılığa daha çox üstünlük verirdilər. Və hətta bir dənə orada təzə kitabda belə bir cümlə var ki, İngilis şirkətləri bu tiryək satışında gümüş puldan çox istifadə edir, yeni üsuldan, yeni yol axtarmağa başlayırlar. Və bu qaçaqmalçılıq yolu artıq pulun az çıxmasına gətirib çıxardı da maliyyə cəhətdən. Amma bu da cənub vilayətlərindən hakimlərindən biri deyir, buna etiraz edir və bununla cübba-cüb düşür. Və sonra deyir ki, İngilis belə deyim ki, gəmilərinin Çin ərazisinə yaxınlaşmağı ilə artıq birinci tiryək müharibəsi başlayır. Birinci tiryək müharibəsi əhatə edibdir 1840-1842-ci illəri və 1842-ci ildə imzalanıbdır Nankin sülhü. Baxın dostlar, Nankin sülhünün, ümumiyyətlə birinci tiryək müharibəsinin nəticəsində Çin məğlub olur, İngiltərə qalib gəlir. Nankin sülhünün şərtlərinə görə İngiltərə Çinin 5 dənə şəhərində konsulluq açmaq, eksterritoriallıq, yəni xüsusi imtiyazlı bölgələr yaratmaq hüququ əldə edir və həmin yaratdığı donanma saxlamaq hüququ da əldə edir, yəni qoşun da saxlaya bilərdi. Eksterritoriallıq qazanmış ərazilərə isə Çin müdaxilə edə bilməzdi. Yəni orada onların öz elki muxtariyyəti kimi bir hüquqları var idi. Eyni zamanda Hong Kong ərazisi, Siangan ərazisi icarəyə verilir İngiltərəyə, buna diqqət edirik və Çin təzminat ödəyir. Buradan qeyd götürürük. 19-un birinci yarısında təzminat ödəyən dövlətlərin içərisinə Çini də əlavə edirik. Burada kim vardı bə? Çin var, Qacar var, Osmanlı var, Fransa var. Türkmənçayda ödəyir bə. Dediyim kimi, bu 4 dövlətin oxşar xüsusiyyətdir 19-un birinci yarısında. Nankin sülhünün şərtinə görə deməli, təzminatda dedik və Nankin sülhünün imzalamağı ilə Çinin ilk qeyri-bərabər müqaviləsi imzalanmış olur və Çində müstəmləkə rejimi başlanır. Yəni, Çin müstəmləkəyə çevrilməyə başlayır. Sonra Avropa dövlətləri görürlər ki, İngiltərə Çini qapazlayıb. Deyirlər, fürsət bu fürsətdir. Gedək biz də qapazlayaq. Və bu qapazlama mərasiminin nəticəsində 1844-cü ildə ABC və Fransa Nankin müqaviləsi ilə eyni şərtli müqaviləni Çindən imzalayır. Və onlar da dolayısıyla eyni hüquqları əldə edirlər. Belə olduğu təqdirdə təbii ki, Çində narazılıqlar olmaya bilməzdi və bu narazılıqların ən böyüyü isə Taypinlər hərəkatı idi.
1850-64-cü illəri əhatə eləmişdi. Taypinlər hərəkatını bura qeyd edirəm. 1850-1864 yazıram. Taypinlər. Taypinlər hərəkatının məqsədləri var idi. Onlar təbii ki, ölkədə müstəmləkə zülmünə son qoymaq istəyir və yaxud sipahilər üsyanından oxşar xüsusiyyətdir. Eyni zamanda İngilis ağalığı müstəmləkə zülmünü bir götürür. Manzur ağalığına qarşı, çünki bayaq dedim ki, manzurları özlərindən saymırdılar onlar. Manzur ağalığına qarşı vergilərin artırılması, özbaşınalıq bunlara da feodallar deyəcəm. Onlar ümumsəmavi rifah dövləti yaratmaq istəyirdilər. Yaxud Taypinlər kəndlilər imperiyası yaratmaq istəyirdilər. Yəni, bizdə tezdə deyək ki, Taypin hərəkatı, məsələn, respublika yaradır, səhvdir. Bunlar monarxiyanı ləğv eləmirlər, respublika yaratmırlar, kəndli imperiyası yaradırlar. Və onların tədbirləri içərisində, məsələn, vergilərin azaldılması, qadınlarla kişilərə bərabər hüquqluq verilməsi məsələsi var idi. Bu da elə 19-cu əsrin ortaları Qacarlara qarşı olan Babilər hərəkatı ilə oxşar xüsusiyyət ola bilər. Qadın-kişi bərabərliyi söhbətindən danışır burada. Taypin hərəkatının davam eləməsi artıq bəzi nüfuzlu dövlətlərə sərf eləmirdi. İndi burada mən artıq 2-ci Tiryək müharibəsini qeyd eləməliyəm. 1856-1860. Bu 2-ci Tiryəkdir. Bəyəkin yazmamışam. 1-ci Tiryək. Bu da 2-ci Tiryək. Və 1860 Pekin. Deməli, 2-ci Tiryək müharibəsinin baş verməsi. İndi burada bir balaca qarışıqlıq var. Ona görə mən özüm qeyd elədim ki, zamanda pozulma olmasın. Və Taypin hərəkatının istəklərindən, arzularına danışdım. Bir də Taypin hərəkatının süqutunu dayandırdım. 2-ci Tiryəkə keçdim. Ümumiyyətlə, Krım müharibəsindən sonra, yəni 56-cı ildə Paris müqaviləsi imzalayandan sonra İngiltərə görür ki, özdə ağzında da şey vardı, diş çöpü. Diş çöpünü dili ilə bu dişinin altından, bu birisi dişinin altına keçirdərək, qaşının birinin aşağı, birinin yuxarı elib uzaqlara baxır. Özdə oturubdu dənizdə bir qayığın içində, əlini də belə qoyub, başında da bir şil yapar. Və belə bir halda fikirləşir ki, mən artıq Paris müqaviləsinə Rusiyaya 2 dənə bıçaq soxmuşam və xeyr ola mən Nankin müqaviləsinə yenidən baxmayım. Yəni o qərarı alır ki, Nankin müqaviləsinin şərtlərinə yenidən baxılsın, həmçinin çaylarda ticarət eləmək hüququ versin və bir sıra imtiyazlar verilsin buna. Və dostlar, bu Çin də təbii ki, yeni etiraz edir. Çin də elə bir xoşlayırdı zorakılıq yolu ilə tabi olmağı. Və burada Çinin etirazından sonra 56-60-cı illərdə 2-ci Tiryək müharibəsi baş verir. 2-ci Tiryək müharibəsinin nəticəsində təbii ki, yenə Çin məğlub olur və Pekin müqaviləsini imzalayır. Pekin müqaviləsinin şərtinə görə Çin yenə təzminat ödəyir. Artıq Yansızı çayında ingilislərə azad satış icazəsi verilir və Tiryəkin satışı azad olur. Bax, burada Instagramda elə hazırda bu gün bir dənə test paylaşmışam. O testdən misal çəkim. 19-cu əsrin 1-ci yarısı və 2-ci yarısının oxşar xüsusiyyəti üçün Tiryəki təzminat ödəyibdir. Bu oxşar xüsusiyyət sayıla bilər. Və Pekin müqaviləsi o qədər maraqlı müqavilə idi ki, Pekin müqaviləsində ABŞ da bunu dəstəkləyir, Fransa da bunu dəstəkləyir və hətta Pekin müqaviləsinin imzalanmasında Fransanın iştirakı Fransanın 2-ci imperiya dövrünə təsadüf edir və onu da elə Fransadan sual sala bilərlər. Pekin müqaviləsinin imzalanmağına Çinin elə ki, biraz da beli qırılır. Və onu deyirdim ki, Pekin müqaviləsində orada Yansızı çayında üzmə hüququ verilmişdi. Yəni, ticarət eləmə hüququ verilmişdi. Yansızın da bir hissəsi Taypinlərdə idi. Və ona görə ABŞ, Böyük Britaniya və Fransa Pekin müqaviləsini imzalayandan sonra Çin hökumətinə Taypin hərəkatını yatırmaq üçün kömək edir. Bəli, Manzur sülaləsinə. Və nəticədə 64-cü ildə bu 3 dənə dövlətin və Çinin iştirakı ilə Taypin hərəkatı yatırılır. 64-cü ildə baş vermiş hadisə çoxdur. Məsələn, bayaq qeyd elədiyim kimi, Qafqazın işğalının başa çatdırılması, Zemstvo islahatı Rusiyada, məhkəmə islahatı var Rusiyada, bunlarla oxşar xüsusiyyət ola bilər. Türkistanın işğala başlamasından oxşar xüsusiyyət ola bilər, bunların sahibləri çoxdur. Və dostlar, bu aralıqda Ruslarla da bir müqavilə imzalamışdı. 1858-ci ildə Ayqum müqaviləsi. Əslində mən bunu Rusiya dərsinin içində demişdim, gənə burada da deyirəm. Deməli, 2-ci Aleksandrla Çin hökuməti arasında imzalanmış Ayqum müqaviləsinə görə Amur çayının sol sahili keçir Rusların nəzarətinə. Bu da 2-ci Aleksandrın bir uğuru kimi qiymətləndirilir. Mən onda Rusiya dərsində demişdim, burada da təkrar edirəm, üstündən keçirik. Artıq və 19-cu əsrin ümumiyyətlə 2-ci yarısında mübarizələrin nəticəsində 3 dənə ərazini itirir. Koreyadır, Tayvandır, Vyetnamdır.
İndi bu dövlətlərin paralelində 19-un ikinci yarısında həm Fransa ilə, həm də Yaponiya ilə də müharibə aparıbdır. Məsələn, bunların ilini qeyd ediriksə, 1884-85-ci ildə Fransa ilə müharibə eləyir, müqavilə imzalayır axırda. Sonra da 1994-95-ci ildə Yaponiya ilə. Yaponiya ilə müqavilənin əsas səbəbi Koreyadır. Koreya yarımadasını bax göstərirəm əlimlə. Koreyanın bu hissəsi Şimali Koreyadır, bu hissəsi Cənubi Koreya. Bu ərazidə təbii ki, Çin yerləşir. Yaponiya da buradadır. İndi Yaponiya dərsindən keçəndə də söhbət edəcəm birazdan. Koreya uğrunda müharibə baş verir. Burada da Çin məğlubiyyətə uğrayır yenə və Koreya keçir Yaponların nəzarətinə. Eyni zamanda Çin Yaponiyaya təzminat ödəyir. Bax, bu xüsusiyyət ingilislərə, belə deyim də, ingilislərlə müharibədə və Yaponiya müharibədə oxşar xüsusiyyət sayıla bilər. Həm də 19-un əvvəli, daha doğrusu 18-in bayaq bunu demişəm, yenə deyim də, 19-un birinci yarısı, ikinci yarısında oxşar xüsusiyyət ola bilər ki, Çin təzminat ödəmişdir. Yəni bunları hamısını yaddaşa atmalı ki, hansısa yaddancısı o birisini ataq. Və indi Yaponiya dərsinin içində də bir cümlə var, deyir ki, Çinin ərazisində özünə sənaye parkı tikə bilərdi də, yəni o ərazi götürə bilərdi. Bundan da artıq belə deyək ki, Çinin evi yıxılır və bir gəlirik 20-ci əsrin əvvəlində Çinin vəziyyəti. 20-ci əsrin əvvəlində Çin özü yarım müstəmləkə haldaydı. Manzur Çin sülaləsi tərəfindən idarə olunurdu. İngilislər də burada ağalıq edirdilər. Və belə bir halda, belə bir vəziyyətə qarşı yerli Çin əhalisi üsyan qaldırır. Və bu üsyanın biz birinci Çin inqilabı adlandırırıq. Ümumiyyətlə Çin inqilabı adlandırırıq. Burada belə deyək ki, əvvəlcə ondan söhbət eləmək lazımdır ki, 1905-ci ildə Birləşmiş İttifaq. Bəli, 1905-ci ildə Birləşmiş İttifaq yaradılmışdı. Bu Birləşmiş İttifaqda da Sun Yat-sen başçılıq edirdi. Birləşmiş İttifaqın yaradılmasına məqsəd Manzur ağalığına qarşı, yaxud İngilis müstəmləkəsinə qarşı narazı olmuş insanları bir cəbhədə toplamaq, onların güclərindən istifadə eləməkdir. Və bunun nəticəsində 1911-13-cü illər aralığında inqilab baş verir. İnqilabın nəticələri önəmlidir. Konstitusiya qəbul olunur. 1. Manzur Çin sülaləsi devrilir, monarxiya devrilir, respublika yaradılır. Bir də bu Sun Yat-sen prezidenti. Düzdür, sonra Sun Yat-sen torbasını tikib uduzdururlar onu. Amma yenə də burada konstitusiyanın qəbul edilməsi önəmlidir. Məsələn, nə bilim, Osmanlının 19-un ikinci yarısı, Çində 21-ci yarısına oxşar xüsusiyyət ola bilər. O qədər oxşar xüsusiyyət ola bilər ki, yəni konstitusiya sözünü burada yaddaşa həkk eləməliyik. 11-13-cü illər aralığında. Və əziz bilgələr, biz Çin dərsini başa vurduq, indi isə keçirik Yaponiya dərsinə. Ona görə birinci lövhəmizi silməliyik. İkinci hissəmizdə isə Yaponiyadan danışırıq. Bayaq göstərdiyim kimi Yaponiyanı yenə xəritənin üzərində göstərirəm. Yaponiya ağıllı. Yaponlarla Almanların genetik xüsusiyyətləri mükəmməldir. Yəni adamlar nə bilim, İkinci Dünya müharibəsində cır-cırıq eləyiblər Yaponiyanı. Hələ Yaponiyanı Allah da şey eləyir. Tsunami bir yandan, zəlzələ bir çox seismik bölgədir. ABŞ da oranı bombalayıb, yenə də Yaponiya dünyanın bir də qaz qalıb birinci iqtisadi ölkəsidir. Tam bir deyil, hə? Var o da, əlbəttə. Nəysə, başımı qatma giriş edirəm. Yaponiyadan danışırıq əziz bilgələr. Yaponiyanı bir də xəritəmizdə burada təzədən göstəririk. İndi isə Yaponiyanı keçirik izahına. Yaponiya dərsindən söhbət edəndə orada dedik ki, Yaponiya qapalı ölkə elan eləmişdi. Yaponiyanı bəzən gündoğan ölkədə adlandırırlar. Yaponiya özünü qapalı ölkə elan edir. Pəncərələri, qapıları dünyanın üzrə bağlayır, ta ki ABŞ-la İngiltərə Çini öldürənə qədər. Yaponiya görür ki, pəncərədə sən demə bir deşik saxlayıbmış. Oradan çölə baxır və görür ki, küçənin tinində Çini çırpırlar. Və başa düşür ki, bu Çin qapalı siyasət yürüdürdü. Bunun axırı bu olsa, deməli bunun da başına gələ bilər və yavaşca pəncərələri açır. Birinci pəncərələri açmaqla başlayır. Və nəticədə 1854-cü ildə Yaponiya ilə ABŞ arasında müqavilə imzalanır. 54-cü ildə imzalanmış müqavilə ilə Yaponiyadakı qapalı siyasətinə son qoyulur. Və Yaponiyanın bir sıra limanlarında, ABŞ-a, məsələn, Shimoda adlı limanında və bu ABŞ-a konsulluq açmaq, özünü donanma saxlamaq hüququ verilir. Yəni onlara imkan yaradır ki, gəlin burada bazarınızı edin, licbi məni Çinin gününə salmayın. Yaponiya belə bir olduğu, belə bir dövrdə vəziyyət nətər idi? Ümumiyyətlə burada ali hakimiyyət imperatora məxsus idi, amma real hakimiyyət imperatorun əlində deyil idi. Tokugawa sülaləsindən olan Syogunlar idarə edir. Syogunlar
hərbiçilər idi. Tam hərbiçi deyil idi, feodallar deyək. Və artıq hakim sülalə, yəni imperator sülaləsi bu işə bir əncam çəkmək qərarına gəlir. Və bu dövrdə Mutsuhitonun hakimiyyətə gəlişinə danışır. 1867-ci ildən 1912-yə verilibdir onun hakimiyyəti, düzdür? Mutsuhitonun imperator elan edilməsi ilə, imperator taxtına çıxması ilə ölkədə biraz vəziyyət dəyişir. Mutsuhito çünki islahatlar keçirməyə başlayır. Bu islahatları bəzən burja inqilabı da adlanır, bəzən də islahatlar adlandırırlar. Bu islahatlar müşavirlər tərəfindən həyata keçirilir. Müşavirlər də Avropada təhsil alıb gəlmişlər. Bizimkilər kimi deyil idi müşavirlər. Gedib Avropada təhsil alandan sonra oturub orada video çəkib ölkədəkiləri söymürdülər. Onlar qərara gəlmişlər ki, gəlib ölkəni düzəltsinlər. Əslində bu Yapon müşavirləri deyə bilərdilər, bizim ölkə düzələn deyil, biz beləyik, belə gəlmişik, belə gedəcəyik. Bunları deyə bilərdilər, amma onlar onu eləmirlər. Qayıdırlar xarabalarına və burada islahatlar keçirməyə başlayırlar. İmperatoru dümsükləməyə başlayırlar. Ona islahat proqramlarını verirlər. Deyirlər ki, cənab imperator, bizi çıxart bir alcuna, yenə də başımızda sən ol. Bax, Yaponlar Mutsuhito başlarında saxladılar 1912-yə qədər. Amma islahatda keçirildi və Yaponiya inkişaf elədi. O Avropaya getmiş tələbələrimizi dəstəkləyirik, oxuyuruq, oxuyun, dünya görüşür, açsın, amma axırda qayıdın evə. Hara gedirsiniz, gedin, axırda qayıdın evə. Dədəmin bir müqəddəs sözü var. Hara gedirsən, get, axşam evdə ol. Siz də hara gedirsiniz, gedin, axırda evə gəlin, ölkəyə qayıdın. Mutsuhitonun islahatlarından danışaq. Birinci nədən danışaq? İdarə etmə, inzibatı. Birinci inzibatdan danışması. Deməli, bu adamın inzibatı islahatına görə ölkədəki knyaz mülkləri ləğv olunur, prefektura adlandırılan inzibatı bölgülər tətbiq olunur. Bəzi knyazları bu qubernator statusu verir, bu prefekturaların nəzarətçinin başçısı təyin edilir. Amma hansılar ki, bu prefekturalardan kənarda qalmışdı, onların cibinə 5-10 manat basır ki, üsyan eləmə getdiyiniz əl. Pensiya, kompensasiya tipli bir şey verir. Eyni zamanda keçir idarə etmə, inzibatı getdi, gedir idarə etmədən. İdarə etmədə danışanda Avropa nümunəsində nazirliklər yaradılır və bunu əvvəlki izahlarda demişəm, yenə təkrar edirəm. 1-ci Aleksandr, 2-ci Mahmud və burada da Mutsuhitonun oxşar xüsusiyyəti ki, Avropa nümunəsində nazirliklər yaradılmışdı və 1889-cu ildə, dostlar, 1889-cu ildə konstitusiya qəbul edilmişdi qısa. Konstitusiya qəbul edilir və konstitusiyaya görə imperator ali hakim elan olunur. Ona toxunmaq, başqa sözlər demək qadağan olur. Bütün hakimiyyət onun əlində cəmləşir. Amma insanlara söz, mətbuat, vicdan azadlığı verilir. Bu qədər sadə. Konstitusiyada 2 dənə cümlə var. Toxunulmaz olur imperator. İndi mən nədən danışmaq istədim? Dünən 10-cu siniflərimə dərs izah edəndə bu dərsi maraqlı 1-2 dənə nöqtə ağlıma gəldi. Dedim, qoy onları sabahki izahda deyərəm elə. Birinci növbədə eyni ildə baş vermiş hadisə tipli düşə bilər sual. 1889-cu ildə Osmanlıda İttihat və Tərəqqi yaradılmışdı. Eyni ildə baş vermişdir sualına bu ikisi də düşə bilər. Bir də biz nətə düşə bilər. Osmanlıda İttihat və Tərəqqinin qəbul edildiyi ildə Yaponiyada konstitusiya qəbul edilir ya da yerini dəyişə bilər. Və növbəti bir sual ağlıma gəlmişdi. Nə ola bilər bu? 1787-ci ildə ABŞ konstitusiyasına 1889-cu il Yapon konstitusiyasını müqayisə edə bilərlər bizə. Müqayisədə nə çıxır? O konstitusiyada, yəni ABŞ konstitusiyasından fərqli olaraq Yapon konstitusiyasında insanlara söz, mətbuat, vicdan azadlığı verilmişdi. Onlar vermədilər, onlar 1791-də verdilər. Bu müqayisədir və mükəmməl bir sualdır. Mən dediyim sualları xahiş edirəm qeyd edin ki, imtahanda qabağınıza adam kimi işləyə bilərsiniz sualları. Hə, dostlar, hələ ki dimin ağlına gəlmir ha, belə şeylər. Gəlsə... Hə, dim oturub izləsin mənim videolarımı. Sonra da xahiş edirəm, mənə maaş kəssinlər. Və bu qədər sual hazırlayıram, bu qədər ideya verirəm, bu qədər fikir verirəm, bu qədər inkişafa meyl eləyir cəmaət. Yol göstərirəm, pul yox, bir şey yox. İndi qoy bir dənə də şey şikayət verim, sonra keçim. Deməli, o yazmışam statusdakı şeydə, YouTube-da. Bəs Instagramda günə bir dənə sual paylaşam. Bir nəfər gir yazır. Bay müəllim, özünüzə əziyyət verməyin, günə bir sual, istirahət edin 1-2 gün. Mən də nə elədim? Həmişə çalışmışam, kübar hərəkət edeyim izləyicilərimlə, yumuşaq danışım, qayğıkeş olum. Amma yapışdırdım ona. Mənim kimsə dədəsinə borcum var, günə 10 dənə sual paylaşmağa. Mən günə bir dənə sual paylaşam, sizin də mənə yaxşılıq elədiyimi görə sağ ol deməlisiniz. Hələ siz də mənə durub şıllaq atırsınız. Bu dediyim ki, təbii ki, o uşaq özü cəsarət edib bunu yazır, amma o kimi düşünüb nə qədər yazmayan insan var. Siz, valla, sağ ol demənizi istəmirəm. Mən deyir, atıram dəryaya ki, Xaliq bilsin. Mən balıqların bilmək lazımdır. Yoxsa balıqlar nə bilir ki? Balıqların işi qarmağa keçməkdir. Amma sadəcə xahiş edirəm ki, nə verirlər onu da yeyin. Artığını istəməyin. Artığını istəyənlər bayraq.
davam edirik. Hə, konstitusiya söhbətini elədim. Düzdür, idarəçilik söhbətini elədim. İdarəetmə islahatı getdi. Sonra nə gəlir? Danışmaq istəyirəm, mədəni islahatı var. Mədəni islahatından söhbət eləyəcəm. Onu deməli, iqtisadi islahatından söhbət eləyəcəm. Bir dənə nəsə var idi. Nə var bir dənə də? Mədəni, iqtisadi, başqa nə var? Heç nə yoxdur elə bunlar. Hə, onda qoy mədəni, yəni mədəni də, yəni təhsil islahatı nəzərdə tuturam. Ölkədə ümumiyyətlə İbtidai təhsil məcburi olur. 6 yaşdan 4 il müddətinə götürür. Avropa nümunəsində məktəblər açılır, ilk universitetlər açılır və qadınlar üçün pedaqoji məktəblər açılır. Bu sizin mədəni islahatınız. İqtisadi islahatda təzə kitabda yüngülləşdirmə həyata keçirilir. Burada köhnə kitabda var idi, paytaxtı köçürür Tokyoya. Yeni pul vahidi dövrəyə buraxılır. Bu kimi sözlər var idi, amma təzə kitabda bunları yığışdırıblar. Bir dənə orada iqtisadiyyatın içərisində yazılar ki, iqtisadiyyat üzərində dövlət nəzarəti azaldılır. Bu 2-ci Dünya müharibəsindən sonraki Yaponiyanın oxşar xüsusiyyətdir. Dövlət nəzarəti azaldılır və deyir ki, bəzi şirkətlərə müstəqillik verilir. Bunun nəticəsində Mitsui və Mitsubishi şirkətləri yaranır sonraki dövrdə. Elə iqtisadi islahatda da bu qədər yazılır təzə kitabda. Yaponiya özünü islahatlar vasitəsilə yaxşıca yığdırır və ondan sonra başlayır dünyaya xox eləməyə. Və təbii ki, bu xoxda hansı dövlətlər yanır? Təzə kitabda bizə verilib bir, yenə bayaq 94-95-ci illərdə Çinlə müharibə, bir də 1904-1905-ci ildə Rusiya ilə müharibə. Deməli, Çinlə müharibəni bayaqki dərsin içində demişəm, yenə də, amma istəyim bir paylaşımda deməyə ehtiyac yoxdur. Yaponiya qalib gəlib deyirəm elə. Yaponiya qalib gəlib, Çin Yaponiyaya təzminat ödəyir və Koreya keçir Yaponların nəzarətinə. Sonra Rusiya ilə müharibə edir. Rusiya ilə müharibənin səbəbi nə idi? Bu, ərazi məsələsinə görə Çinin şimal hissəsi, deyək ki, təqribi bu hissə verilməlidir Yaponlara. Çin də gizli-gizli Ruslarla danışıq aparır ki, gəl sən oradan mən qatar çək, dəmir yol çək, iqtisadi ticarətimiz sürətlənsin də. Yaponiya da gəlir əraziyə basın, görün bir mal verilən ərazi haradır. Gördüm burada Ruslar dəmir yol çəkir. Çağır buraya, bura görüm, gəlir əbəs. Nə olub ay dostum, sən nə iş görürsən? Mesela mən şey çəkirim də. Deyir ya, bala, bu torpaqlar mənə verilib, bir şey çəkirəm, nə danışsın? Biraz insan dilində danışa bilmirsən sənlə. Hara yol çəkirsən? Mən torpağımın içindən ki, məndən icazə almısan yol çəkirsən. Deyir, qardaş, torpaqları mən Çindən müqavilə pulum verib, yəni bu dəmir yol çəkirəm. Yəni, sonra Çinlə problemlərdir. Deyir, müharibə edirik. Və 1904-5-ci illərdə müharibə olur. Müharibəni təzə elə yüngülləşdiriblər. Bir yazıqda 1905-ci ildə Tsusima döyüşündə Yaponlar qalib gəldi. Bir də 1905-ci ildə Portsmouth müqaviləsi imzaladı ABŞ-də. Portsmouth müqaviləsinə görə bu dalaşdıqları ərazi haraydı? Cənubi Saxalin idi, Manzuriyanın şimalı idi, yəni Manzuriya. Bir də ki, Kuril adaları üstündə dalaşırlar. İndi burada Cənubi Saxalin verilir Yaponlara, yəni ərazi güzəştləri gedir. Yaponlar bu müharibədə qalib gəlirlər. Bir də köhnə kitabda burada 1910-cu ildə Koreya protektorluq hüququ verilir. Amma bunu sadəcə deyirəm, birdən deyirəm təzə kitabda olmaz. Olmasa şeylərdə kəsib götürəcəm o protektorluq hüququ, himayə hüququ da. Hüququ verilir. 20 ilə himayə hüququ verilir. Himayə edir də. Bitdi bununla da Yaponiya. Mükəmməl. Çətindir. Aha, dəlisən, burada heç nə yoxdur. Oradan sağollaşım sonra. Əziz bilgələr, sizə indi də Çin və Yaponiya dərsini izah elədim. Yarı zarafat, yarı ciddi, növbəti dərsimiz beynəlxalq münasibətdir. Və dostlar, siz artıq bunları oxuyub, beynəlxalq münasibətlərdə oxuyub, gəlirsiniz tık-tık-tık 1-ci Dünya müharibəsinin qapısını döyməyə. Özünüzə yaxşı baxın, bayaqki videoda dediklərimi təzdən eləyin. Sağ olun.